Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve selleme ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in əmmə ba'd. Necə bilirsiniz, insanın qəlbinin sərtləşməsi üçün əməllər çoxdur. Yəni, qəlbin sərtləşməsinə səbəb olan əməllər çoxdur. Yəni, bir neçə əməllər var, müəyyən səbəblər var ki, onlar insanın qəlbini daşlaşdırır. Yəni, insanın qəlbini sərtləşdirir. Onlardan biri də, və bu ən böyüklərdən hesab olunur, insan verdiyi əhdi pozması. İnsan verdiyi əhdi pozması, vallahi onun qəlbinin sərtləşməsi üçün ən böyük səbəblərdən hesab olunur. Və bu hardan çıxıb? Yəni, biri soruşsa ki, yəni bunu hardan götürdün? Cavab odur ki, Allah subhanahu və teala öz mübarək kitabında buyurur ki, فَبِمَا نَقْدِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً. İsrail oğulları verdikləri əhdləri pozduqları üçün biz onları lənətlədik. Sonra fikir verin. وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً. Və onların qəlblərini sərtləşdirdik. Subhanallah. Nas, Allahın kitabında açıq aydın, yəni Quran-ı Kərimdə açıq aydın nasdır ki, verilən əhdi pozmaq qəlbin sərtləşməsi üçün ən böyük səbəbdir. İsrail oğulları verdikləri əhdi pozduqları üçün لَعَنَّاهُمْ. Allah Teala deyir, biz onları lənətlədik. وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً. Onların qəlblərini sərtləşdirdik. Ona görə insan bacardığı qədər uzaq olmalıdır. Bacardığı qədər çəkinməlidir. Nədən? Verdiyi əhdi pozmaqdan. Yəni, verdiyi əhdə sadiq olmalıdır. Yəni, əhdini pozmamalıdır. Və qəlb sərtləşəndən sonra, necə bilirsiniz, artıq ora nə moizə, nə dərs, nə xütbə, heç nə təsir etmir. Subhanallah, bir qəlb ki sərtləşdi, artıq o qəlbə heç nə etmək olmur. O qəlb daş kimidir və heç nə ora daxil ola bilmir. Ona görə insan bacardığı qədər bu əməldən çəkinməlidir və sadəcə xatırlatmaq istədim və Allah subhanahu və teala istəyirəm ki, baxanlar və işlənlər üçün faydalı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.